Salam dəyərli şagirdlər, dəyərli abituriyentlər. Bu videomda mən sizə fiqurların sahəsi mövzusunu izah edəcəm. İlk öncə başlayaq üçbucağın sahəsindən. Xatırladım ki, ən çox sahə düsturları ilə üçbucaqda var. Birinci düsturumuz üçbucağın, biz bu sahə düsturunu çeviri mövzusunda keçmişdik. Heron düsturu. Heron düsturu. Baxın, üçbucağın üç tərəfi verilir və bu üç tərəfə görə sahənin tapılması. P bərabərdir ilk öncə yarım perimetr, A üstə gəl, B üstə gəl, C bölünsün 2. Və yarım perimetri tapandan sonra S bərabərdir kök altında P vurulsun P minus A, P minus B, P minus C. Bu düsturdan istifadə edəcəyik. Sonra ikinci düsturumuz isə üçbucaqda ikinci düsturumuz olacaq bizim xarici çəkilmiş çevrənin radiusuna görə. S bərabərdir. Yenə üçbucağın üç tərəfi verilir. A, B, C bölünsün 4R. Və eyni zamanda bunu həm də daxilə çəkilmiş çevrənin radiusuna görə də yazaq biz burada. Bunu yaza bilərik ki, S bərabərdir. Daxilə çəkilmiş çevrənin radiusuna görə də P vurulsun R bölünsün 2. Burada P təbii ki, yarım perimetrdir. A üstə gəl, B üstə gəl, C bölünsün 2. Bu düsturların, bu üç dənə düsturu biz çevrə mövzusunda öyrənmişdik. Sonra üçbucaqda var dördüncü düstur. Tərəf və bu tərəfə çəkilmiş hündürlüyün hasilinə görə düsturdu var. Üçbucağın ixtiyari tərəfi verilib. Tutaq ki, bu tərəf verilib bir K tərəfi və bu tərəfə hündürlük çəkilib. HK yazaq. Çünki K tərəfinə çəkilib. S bərabərdir. Bu tərəf, yəni K vurulsun həmin tərəfə çəkilən hündürlük HK bölünsün 2. Bunu bəzən belə də yazırlar. 2-də 1 K vurulsun HK. Bunun ən çox üçbucağın tərəflərini A, B, C adlandırıb belə də yazırlar çox vaxt. Məsələn, HC S bərabərdir. C vurulsun HC bölünsün 2. Ya da belə də görə bilərsiniz bunu. 2-də A vurulsun HA bölünsün 2 və s. Sonra B vurulsun HB bölünsün 2. Yəni HA deməli bu tərəfə çəkilən hündürlükdür. Baxın bu. HB deməli bu tərəfə çəkilən hündürlükdür bu. Və s. Yəni bu şəkildə hər bir şəkildə görə bilərsiniz. Tutaq ki, buna aid bir suala baxa bilərik biz. Misal üçün bizə bir üçbucaq verib belə. Bu körbucaqlı üçbucaq verib və bizə deyir ki, körbucaqlı üçbucağın bu tərəfi 7 santimetrdir. Və deyir ki, üçbucağın hündürlüyü H bərabərdir 10 santimetr olarsa sahəni tapın. S bərabərdir sualı. Biz bilirik ki, körbucaqlı üçbucaqda hündürlük üçbucağın xaricinə düşür. Baxın, bu bunun hündürlüyüdür. Yəni bura 10 santimetrdir. Bu o deməkdir ki, mən bu tərəfi uzatsam, burada tərəfi artıq buranı götürmürük. Tərəf elə 7-ni götürürük. Ona görə yaza bilərəm ki, S bərabərdir. H-ımız 10-dur. 10 vurulsun. Tərəfimiz 7-dir. 10 vurulsun 7 bölünsün 2. 10-dan 2 ixtisar gedir. 5, 5-i 7-yə vursaq 35 santimetrin kvadratı. Bu üçbucağın sahə düsturu. Yəni tərəfə çəkilmiş hündürlüyə görə sahəsi. Sonra üçbucaqda var iki tərəf və onlar arasında qalan bucağa görə sahə düsturu var. Üçbucaqda var iki tərəf və onlar arasında qalan bucağa görə sahə düsturu var. Bu da belə olacaq. AB tərəfidir. Tutaq ki, AB və bunlar arasında qalan alfa bucağı var. Onda yaza bilərəm ki, S bərabərdir. Bunu 2-də 1-də ya da yazaq. 2-də A vurulsun B vurulsun sinus alfa. Yəni bu bucağın sinusu hasili. Ya da ki, belə də görə bilərsiniz. 2-də 1 A vurulsun B sinus alfa. Yəni eyni şeydir. Bu düsturla bu düstur eyni şeydir. Çünki biz bilirik ki, buradakı vurma həmişə surətə vurulur. BC adlanırsaq, tutaq ki, bura beta yazıram. Burada bir gamma yazıram. Onda biz betaya görə yazsaq, beta bucağına görə yazsaq. Onda 2-də 1 B vurulsun C. Çünki betanın ətrafındakı tərəflər B və C'dir. Vurulsun sinus beta olacaq. Sinus gammaya görə yazsam 2-də 1 A vurulsun C vurulsun sinus gamma. Belə olacaq. Sonra tutaq ki, bizə deyir ki, buna aid bir misala baxaq. Üçbucağımızı çəkək. Tutaq ki, bura olsun 8 cm, bura olsun 5 cm, bura olsun 60. Deməli, S bərabərdir. Onu da yazıram. 2-də 1 vurulsun 8, vurulsun 5, vurulsun sinus 60 dərəcə. Bərabərdir. 2 ilə 8 ixtisar gedir 4. 4-ü 5-ə vursaq 20. 20 vurulsun sinus 60 dərəcədə kök altında 3 bölünsün 2 alınır. 10 da 20 ilə də 2 ixtisar getsə 10. Bərabərdir 10 kök altında 3. Cavab 10 kök altında 3 santimetrin kvadratı olacaq. 6-cı düsturumuz isə 2 median düz bucaq altına kəsişərsə olsa, bunda necə olacaq? Tutaq ki, üçbucağın medianlarını biz
Bir bu median belə qəbul edir. Median bilir ki, qarşı tərəfi yarı bölür. İkinci medianı da bir başqa bir rənglə işlətsək, bu da qarşı tərəfi yarı bölür. Bura M1 olsun, bu M2 medianı olsun, M2. O zaman üçbucağın sahəsini yaza bilərik və bunlar düz bucaq altında kəsişirlər. Buna görə sahə S bərabərdir 3-də 2 vurulsun M1 vurulsun M2 olacaq. Tutaq ki, buna ait bir sual baxsaq, medianı tutaq ki, birini 9 verir, ikinci medianı 14 verir və bizə deyir ki, M1 perpendikulyardır, M2 olarsa sahəni tap. S bərabər suala. Onda S bərabərdir 3-də 2 vurulsun 9 vurulsun 14 bərabər. 9 ilə 3 ixtisar gedir, 3 bərabərdir 6 vurulsun 14. O da eləyəcək 84 santimetrin kvadratı. Düzbucaqlı üçbucaqda isə bir neçə sahə düsturu var burada da. Tutaq ki, birinci düsturumuz elə katetlər və onların hasilinə görə düsturdur. AB, katetlər AB-dirsə, onda S bərabərdir. Katetlərin hasilinin yarısı olacaq. A vur B bölünsün 2 olacaq. Bu düsturdan çox işlənir. Sonra ikinci düsturumuz olacaq hipotenuz və bu tərəfə çəkilmiş hündürlük, yəni hipotenuza çəkilmiş hündürlük. Tutaq ki, bu H-dir, hipotenuz da C-dir, H yazaq. Onda S bərabərdir, yaza bilərik. H vurulsun C bölünsün 2 düsturu var. Üçüncü düsturumuz əgər bərabər tərəfli, bərabər yanlı düzbucaqlı üçbucaq olarsa, bərabər yanlı, biz bilirik ki, bərabər yanlı düzbucaqlı üçbucaq nədir? Yan tərəfləri bərabər, yəni katetləri bərabər AA, onda bunun bucaqları da 45 olacaq. Onda burada sahə, hipotenuza çəkilən sahə olacaq. Birinci olaraq burada S bərabərdir olacaq. A kvadratı bölünsün 2. Çünki katetlərin hasilidir ya, katetlər A vur A'dır, kvadrat olacaq, bölünsün 2 və S bərabərdir, hipotenuzun kvadratı bölünsün 4. Və üçüncü isə S bərabərdir H kvadrat. Yəni bir dənə şəklə görə 3 dənə düstur var. Düzbucaqlı, bərabər yanlı düzbucaqlı üçbucaqdır. Birinci, ikinci və üçüncü düsturumuz. Bu bir şəklə görə bərabər yanlı düzbucaqlı üçbucaqda 3 dənə düstur var. Sonra düzbucaqlı üçbucaqda dördüncü düsturumuza baxsaq, əgər düzbucaqlı üçbucağın bucaqlarından biri ya 75 dərəcə və ya 15 dərəcə verərsə, eyni şeydir. Çünki biz bilirik ki, iti bucaqların cəmi 90 dərəcədir də. Biri 75 isə digəri 15-dir. Kateti, daha doğrusu hipotenuzu C olarsa, onda S bərabərdir. C kvadratı bölünsün 4 hipotenuzu C olarsa, onda sahə S bərabərdir. C kvadratı bölünsün 8 düsturundan istifadə edəcəyik. Tutaq ki, bizə deyir ki, düzbucaqlı üçbucağın bucaqlarından biri, iti bucaqlarına biri 75 dərəcədir. 75. Onda bilir ki, o biri də 15 dərəcədir. Ya da tərsinə verə bilər. Biri 15 dərəcədir, biri bilir ki, 75 dərəcədir. Fərqi yox. Bucaqlarından biri 75 dərəcə olarsa və hipotenuzu, misal üçün, 6 santimetr olarsa, bunun sahəsini tap deyir. Onda hipotenuz C və S bərabərdir. 6-nın kvadratı bölünsün 8. O da bərabərdir. 36 bölünsün 8 bərabərdir. Bunlar 4-ə ixtisar getsə, burada 2 qalacaq. Burada 9. 9 tam onda 5 olacaq. Santimetrin kvadratı. Bu da buna ait düstur və düzbucaqlı üçbucaqda ən son düsturu deyim, əsas düsturlardandır. 5-ci düsturumuz. Əgər üçbucağın daxilinə çevrə çəkilərsə, düzbucaqlı üçbucaqdan gedir söhbət, daxilinə çevrə çəkilərsə və bu çevrə hipotenuzu M və N hissələrə bölərsə, S bərabərdir. Bu bölünən hissələrin hasili M vurulsun N olacaq. Bu çevrə üçbucağın daxilində qalmalı, yəni qalmaya da bilər. Baxın, şəkil belə də ola bilər burada. Çevrə əsas odur ki, üçbucağın, daha doğrusu hipotenuza toxunsun. Bu şəkildə də ola bilər. Baxın, bu şəkildə də ola bilər. M vurulsun, M, N ola bilər. Yəni, çevrənin daxildə qalmaq şərt deyil də. Çevrə bu şəkildə də kənara çıxsa da, eyni xassəni, yəni düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün eyni düsturdan istifadə edəcəyik. Bərabər tərəfli üçbucağın sahəsində də bir neçə sahə düstur var. Biz bilir ki, bərabər tərəfli üçbucaq nədir? Bütün tərəfləri bərabərdir. A və bütün bucaqları da bərabərdir. 60 dərəcə, 60 dərəcə, 60 və 60. Burada bir neçə sahə düsturlar var. Birinci, ikinci, üçüncü belə qoyum. Birinci düsturumuz S bərabərdir. Tərəfin kvadratı vur kök altında 3 bölünsün 4. Bu birinci düsturumuz. Sonra daxilə çəkilmiş çevrənin radiusuna görə var. Yəni kiçik yerə görə. S bərabərdir 3, kök altında 3
radiusun kvadratı. Sonra var xaricə çəkilmiş çevirən radiusuna görə var. S bərabərdir. S bərabərdir böyük R-ə görə. S bərabərdir 3 kök altında 3 böyük radiusun kvadratı böl 4. Və ən son dördüncü isə hündürlüyə görə S bərabərdir kök altında 3 h kvadratı bölünsün 3. Baxın, bunların hər birində görürsünüz kök altında 3 var. Ona görə bu İnşallah bu düsturların hamısını əzbərləyək. Əslində birini veribsə, tutaq ki, tərəfi tapıb digərlərin hamısını tapmaq olar. Sadəcə bunları da əzbər biləndə direkt tapmaq olur. Sonra əgər bərabər tərəfli üçbucaqda xüsusi bir şəkil var, onun üzərinə baxaq. İkinci ona görə düsturumuz var. Deməli tutaq ki, bizim üçbucaq verib, bərabər tərəfli üçbucaqdır. A. Və burada bu üçbucağın oturacağındakı bucaqlar tənböləndir. Daha doğrusu 90 dərəcə bucaq altında kəsirsə bu hissə. Buraya x qoyuram, buraya y qoyuram. Onda həmin hissənin, baxın bu hissənin sahəsini istəsə, biz də bu hissəni, bu üçbucağın. Bunu adlandıraq. A, B, C. Burada bir D qoyum mən. Onda ümumi üçbucağın sahəsi, yəni S, A, B, C bərabərdir. X üstəgəl y-in mötərizə kvadratı çıxılsın ümumi üçbucağın tərəfi, yəni A kvadratı bölünsün 4. Baxın, buna bərabərdir. Bu işarə elədiyim sahə. Baxın, bu hissə. ABC C bərabərdir. Üzr istəyirəm, burada ADC olacaq. DC olacaq. İşarə olunan sahə ADC-dir. Mediana görə üçbucağın sahə bir neçə sahə düsturu var. 1, 2, belə qoyaq. Deməli, biz bilirik ki, median ixtiyari üçbucağı 2 dənə bərabər sahəli üçbucağı ayırır. Tutaq ki, burada M çəkilib və median qarşı tərəfi yarı bölür. Yəni bu sahələr, bu sahə ilə bu sahə bərabərdir. A, B, C, D yazıram. Onda ümumi A, B, C bərabərdir 2 vurulsun S. Yəni bu sahələrin cəminə bərabərdir. Sonra burada bir də və 3 dənə median olarsa, deməli bu 6 dənə bərabər sahəli üçbucağa ayrılacaq da. 6. Deməli bu sahələr hamısı eyni olacaq. Bunlar mediandırsa, əgər bunlar median olarsa, mən bunları fərqləndirmək üçün tərəfləri. Deməli bu S, bunlar hamısı bir-birinə bərabərdir. Ümumi üçbucağın sahəsini tapmaq üçün tutaq ki, A, B, C yazıram. Onda S, A, B, C bərabərdir 6 vurulsun S olacaq. Yəni ümumi median. Əgər medianların kəsişmə nöqtəsi olarsa, tutaq ki, belə verilib və bura bizə bir G hərfi yaz. Biz bilirik ki, bu ağırlıq mərkəzdə medianların kəsişmə nöqtəsidir. Onda yenə bu bölünən üçbucaqların sahələri hamısı bir-birinə bərabərdir. Baxın, bunlara diqqətli olmaq lazımdır. Bu cür suallar çox düşür. Sonra misal üçün tutaq ki, 2 median verib bizə, 2 median verib və bunlara görə sahəni müəyyən etsək biz, onda bura olacaq S, bu da olacaq S. Bura olur 2S, bu da olur 2S. Baxın, görürsünüz, yəni bir üz-üzə qarşı-qarşıya duran üçbucaqların sahələri bir-birinə bərabər olacaq və eyni zamanda burada. Sonra başqa mediana görə, baxın, birinci bu düsturda, tutaq ki, bir şəkil var, onu mən deyim sizə. 5-6-cı. Əgər üçbucağın medianı onun tərəfini 2 hissəyə bölübsə, əgər üçbucaqda A, B, C üçbucağında tutaq ki, belə bir düz xətt çəkilib. Yəni bura bir B, D nöqtəsi qoyum mən. Bu B-D tənböləndə ola bilər. Tənbölən və ya hər hansı xətt. Düz xətt ola bilər. Yəni düz xətt, oturacağa çəkilən düz xətt ola bilər. Bu zaman bu xətt düz xətt. Buranı M və N hissəyə bölür oturacağı. Bura bir S1 qoyuram, bura bir S2 qoyuram. Və buradan bu sahələrin nisbəti S1-in S2-yə nisbəti bərabərdir. Bölünən hissələrin nisbətinə bərabərdir. M bölünsün N. Və mən bu tərəfləri AB qəbul etsəm, eyni şəkildə bölünən tərəflərin nisbətinə bərabər olacaq. A bölünsün B. Bu düsturdan çox işlənir. Tutaq ki, bizə belə bir sual verir. Misal üçün, şəkil çəkib, şəkil üzərində bunu izah eləyək. B, A, C üçbucağında, misal üçün, hər hansı bir düz xətt çəkilib. Deyir, bura yazır ki, bura bir M qoyaq. BM-in M, C-yə nisbəti 3-ün 4-ə kimidir. Yəni,
və ümumi üçbucağın sahəsini SABC-nin sahəsini misal üçün bizə verib 84 santimetrin kvadratı. Bizə deyir ki, ABM-in sahəsini, yəni hər hansı birinin sahəsini soruşa bilər. Nisbət deyir BM, yəni bura 3x olacaq, bura 4x olacaq. Deməli sahələr də biz nə dedik? S1, S2 yazıram. S1-in S2-yə nisbəti də 3-ün 4-ə kimi olacaq. 3K, 4K ya da 3x, 4x fərqi yoxdur. Ümumi üçbucağın sahəsini alacaq. Bu sahələrin cəmi də, yəni S1 üstəgəl S2 bərabərdir 84-ə. 3K plus 4K bərabərdir 84, 7K bərabərdir 84, K da bərabərdir 12. İndi bizdən ABM-in sahəsini, yəni 3x-in, S1 nə idi? 3K-da, yəni S1 bərabərdir 3 vurulsun, K-mız da 12-dir. 3 vurulsun 12 bərabərdir 36 santimetrin kvadratı. Baxın, bu şəkildə bunları tapa bilərik. İndi isə üçbucağın orta xəttinə görə sahə düsturuna baxaq. Deməli, biz bilirik ki, orta xətt nədir? Tərəflərin ortasından keçir və oturacağa paraleldir. Düzdürmü? Deməli, orta xəttə görədirsə, ümumiyyətlə, üçbucağın, baxın, bu orta xətdirsə, buranı yarı bölür və yan tərəfi, hər iki yan tərəfi yarı bölürsə, onda bura S-dir, bura 3S olacaq. Yəni, yuxarıdakı üçbucağın sahəsi S, aşağıdakı trapesiyanın sahəsi 3S olacaq. Onda ABC, SABC bərabərdir 4 dənə, yəni bu sahələrin cəminə bərabər 4 dənə S olacaq. Sonra belə bir qayda da var. Əgər üçbucağın tərəflərinə, oturacaqlarına paralel və tərəflərini 2 bərabər, yəni bərabər hissələrə bölünürsə, onda bu sahələr tək ədəd formasında artacaq. S, 2, tək ədəd üzr istəyirəm. S, 3S, 5S, 7S və s. Yəni bu belə gedəcək. Bu da Fales teoreminə əsasən alınır burada. İkinci yazaq və üçüncü qaydamız. Sonra üçbucağın, əgər üçbucaqda tərəflərin orta nöqtələrini birləşməsindən alınan üçbucağın sahəsi desək, baxın, bu üçbucaqların hər birinin sahələri eynidir. Baxın, bunlar orta xəttdir hər biri, tərəflərin ortasından keçən düz xətt. Yəni bu sahələr hamısı bir-birinə bərabər olacaq. Sonra üçbucaqda belə bir düstur da var ki, dördüncü yazaq bura. Şəkilə əsasən tutaq ki, bizə üçbucaq verib və buradan bir hündürlük çəkilib, və bizə bunu belə hündürlük deyil. Bu hündürlük hər ikisinin hündürlüyüdür də. Bura bir Y qoyuram, bura bir A qoyuram. Bizdən buranın sahəsini istəsə, baxın bu hissəni, buranın yuxarıdakı iki üçbucağın sahəsi deyək də. Bunların sahəsini istəsə adlandırsam A, B, C, bura bir K qoya bilərəm. Onda S, A, B, C bərabərdir 2-də 1, A vurulsun Y olacaq. Yəni Y bu da, baxın bura. A vurulsun Y olacaq, A da bu. Yəni bu iki hissənin ümumi hündürlüyün cəmidir axı bu, ona görə. A-la I. Çünki bu üçbucaqların hündürlükləri kör bucaq olduğuna görə bu hündürlüyü xaricdən çəkilir. Yəni bu şəkildə görsəz, rəngli hissənin sahəsi 2-də 1 A vurulsun Y olacaq. Sonra 5-ci qaydaya əsasən, 5-ci qaydada isə buna da uyğun bir şəkil çəkəcəm. Əgər bu düz xətt müəyyən bir xətdirsə, yəni burada baxın perpendikulyara endirilmişdir, perpendikulyardır. Amma burada müəyyən bir bucaq altındadırsa, bura bir alfa bucağı yazıram və müəyyən bir bucaq altında olarsa, yenə bura A, bura Y-dirsə, onda S, A, B, C bərabərdir. 2-də 1, A vurulsun Y, vurulsun sinus alfa olacaq. Müəyyən bucaq altındadırsa. A, B, C. Belə. Ümumi dördbucaqlıların hələ ki 2 dənə, ümumi 2-3 dənə sahə düsturu var. Amma ondan sonra keçəcəyik biz hər bir dördbucaqların növlərinə görə sahələr. Əgər dördbucaqlının, ümumi dördbucaqlının diaqonalları müəyyən bir bucaq altında kəsişərsə, fi bucağı. Onda buna yazıram D1, buna yazıram D2. Bu fi bucağıdır ha. Onda sahə S bərabərdir. D1 vurulsun D2, vurulsun sinus alfa bölünsün 2. Bu biraz üçbucağın iki tərəf və onun arasında qalan bucağın yarısına görə olan sahə düsturuna oxşayır. Sonra İkinci düsturumuz, hamısı bunlar şəkillər üzərində, ona görə məcbur şəkillər çəkməliyim. Biz demişdik ki, dördbucaqlının tərəflərinin ortasının birləşməsindən əmələ gələn fiqur nədir? Paralleloqramdır da. Buna variant teoremi deyirlər. İnşallah ki, unutmamışsınız.
Baxın, mən bunu birləşdirsəm, burada bir paralelogram alınacaq. Və bu paralelogramın sahəsi ümumi dördbucaqlının sahəsinin yarısına bərabərdir. Bura bir S qoyuram və bunları adlandırağım. Ümumi dördbucaqlının A, B, C, D adlandıraq və bunu da 1, M, N, K, Y adlandıraq. Onda düsturu yaza bilərik. S, A, B, C, D bərabərdir. 2 dənə 2 vurulsun. S, M, N, K, Y-yə. Ya da bu sahəni tapmaq üçün ümumi dördbucaqlının sahəsini 2-yə bölməliyik. Yəni bunu hər birini işlətmək olar. Bir də var ümumi dördbucaqlıdır. Əgər daxilə çevrə çəkilibsə, dördbucaqlının daxilə çəkilmiş çevrəyə görə sahəsi var. Biz bilirik ki, dördbucaqlının nə zaman daxilə çevrə çəkmək olur? Qarşı tərəflərin cəmi bir-birinə bərabər olarsa, bu trapesiya deyil, ixtiyari dördbucaqlıdan gedir söhbət. Onda mən bura C, bura bir D yazsaq və qarşı tərəflərə B, A yazsam, bu radiusdur, daxilə çəkilmiş çevrənin radiusu, kiçik R. Onda S bərabərdir, qarşı tərəflərin cəmi, yəni C üstəgəl D vurulsun radius, S bərabər eyni şeyi digər qarşı tərəflərin cəmini A üstəgəl B vurulsun R radiusuna tətbiq edə bilərik. Trapesiyada da bir neçə sahə düsturu var, onları mən yazdım. Deməli, bir orta xəttə görə, ümumiyyətlə trapesiyanın sahəsi oturacaqların cəminin yarısı, yəni orta xətti ilə hündürlüyün hasilinə bərabərdir. Bu hündürlükdürsə, A, B, S bərabərdir. A üstəgəl B bölünsün 2 vurulsun H. Bu H budur, hündürlük. Orta xəttə görə sahə. Misal üçün, mən bu orta xəttə bir M adlandırsam, S bərabərdir M, H da yaza bilərik. Sonra ikinci düsturumuz, trapesiyanın diagonallarına görə sahə düsturu var. Əgər trapesiyanın diagonalları çəkilibsə, bu da ixtiyari trapesiyadan gedir söhbət. Bura S1 və S2 qeyd edək. Bu qarşı-qarşıya duran bucaqların sahələri fərqlidir, amma sağ və soldakı bucaqların sahələri eynidir. Onda və bu sahələr S bərabərdir, kök altında S1 vurulsun S2. Yəni, bu üç bucaqların sahələrinin kök altında hasilinə bərabərdir. Biz buna əsasən yaza bilərikmi? Onda ümumi trapesiyanın sahəsi A, B, C, D yazsaq, onu belə yaza bilərik də. Ümumi A, B, C, D bərabərdir. 2 dənə bu, çünki bu da S-dir, bu da S-dir. Hər biri kök altında S1 vur S2-yə bərabərdir. 2 vurulsun kök altında S1 vurulsun S2. Üstə gəl və bu sahələri cəmləyirəm. S1 üstə gəl S2-yə. Baxın, bu sahə düsturundan da çox işlənir. Sonra üçüncü və yenə də bura dördüncü qoyuram. Sahə trapesiyanın yan tərəfinin ortasından keçən, ortasını bölən düz xəttə görə sahə. Baxın, əgər trapesiyanın yan tərəfini yarı bölürsə, bunun yan tərəfinin orta nöqtəsidirsə və A, B, C, D yazıramsa, onda bura S1 olar, bura S2 olar. Bu üçbucağın sahəsi isə S1 üstə gəl S2 olacaq. Və onda mən həmin üçbucağın sahəsini yaza bilərəm ki, yəni buranı tutaq ki, mən işarə edirəm, baxın buranın göy hissə ilə. Onda bu üçbucağın sahəsini yaza bilərəm ki, S, A, B, Y bərabərdir. Ümumi sahənin yarısı A, B, C, D bölünsün 2. Yəni bunun yarısına bərabər olacaq. Sonra əgər trapesiyanın yenə yan tərəfindən olan nöqtə onun digər yan tərəfinə perpendikulyardırsa, belə deyim də, bir yan tərəfinə perpendikulyar olan düz xətt digər yan tərəfin yarısından keçirsə, onda A, B, C, D. Həmin perpendikulyar olan yan tərəfi bir M-lə qeyd edeyim. Və bu düz xətti də bir N-lə qeyd edəsəm, ümumi ABCD-nin, yəni paralelogramın sahəsi bərabərdir həmin hissələrin hasilinə, yəni M-in, yan tərəfin və həmin düz xəttin hasilinə bərabər olacaq. Sonra trapesiyada ümumi dördbucaqlıqda olduğu kimi diagonalların hasilinə görə də sahə düsturu var. Biz onun 5 olacaq. Özür istəyirəm, bura 5-ci olacaq, 5. Diagonallar və onların hasilinə görə və onlar arasında qalan bucağa görə də sahə düsturu var. D1 çəkilib və D2, D1, D2 və bunlar arasında qalan bir alfa bucağı. Alfa burada iti bucaqdır. Onda S yazıram, ümumi trapesiyanın sahəsi. A, B, C, D yazsam, S, A, B, C, D bərabərdir. Bunu mən onda ümumi trapesiyanın sahəsində S, A, B, C, D bərabərdir. 2-də D1 vurulsun D2 vurulsun sinus
alfa. Yəni bu da tərəf və üzr istəyirəm, diaqonallar və onlar arasında qalan bucağa görədir. Sonra 6-cı düsturumuz isə belə olacaq. Tutaq ki, trapesiyanın hər hansı bir oturacağına paralel düz xətt çəkilib. Orta xətt deyil, sadəcə hər hansı bir düz xətt olacaq. Onda bir MN düz xətti çəksək, MN A, B, C, D olsa, bu sahə ilə bu sahə bərabər olacaq. Və əgər bu sahə ilə yəni bu trapesiyaların sahələri bərabərdirsə, yuxarı trapesiyanın, aşağıdakı trapesiyanın sahələri bir-birinə bərabər olarsa, MN düz xətti bərabərdir. Kök altında ümumi A, B, ümumi böyük oturacağın böyük trapesiyanın oturacaqların kvadratları cəminin A kvadratı plus B kvadratı bölünsün 2. Cəminin yarısına bərabərdir və kök altında olacaq bu. Sonra 7-ci düsturumuz isə şəklə görədir yenə. Əgər yenə 2 dənə trapesiya bir trapesiyanın daxilində olarsa, belə deyək də, baxın, bu trapesiyadır və bunun hündürlüyünü mən birincinin hündürlüyünü yazaq H1, bax bura yazaq H1. İkincinin hündürlüyünü də başqa bir H2 yazaq, H2. Sonra ikincinin oturacağını yazıram S2, birincinin oturacağına da yazıram S1. Ümumi oturacaqları da A, bura bir C qoyaq və B qoyaq. Buna paraleldir, yəni bu düz xətt olmalıdır. İndi burada bir qayda çıxacaq. Deməli, S1-in S2-yə nisbəti bərabərdir. Bunun kvadratının C kvadratı minus yuxarıdakı oturacağın kvadratı A kvadratına bərabər. Eyni şeyi aşağıdakı trapeziyaya tətbiq edirəm. Yəni, bunun oturacağın kvadratı B kvadratı çıxılsın, yuxarıdakının kvadratı C kvadratı. Baxın, bu düstur. Yəni, sahələrin nisbəti oturacaqların kvadratları fərqinin nisbətinə bərabərdir. Və H1 bölünsün H2 isə bərabərdir. Sadəcə fərqinin nisbəti olacaq. C minus A bölünsün B minus A olacaq. İndi keçək paralleqramın sahəsinə. Paralleqramın da bir neçə sahə düsturları var. Gəlin onları deyim sizə. Deməli, paralleqramda iki tərəf, yəni üçbucaq kimidir və onların arasında qalan bucağa görə sahə var. A tərəfi, B tərəfi və alfa yazaq bura. Onda S bərabərdir. A vurulsun B sinus alfa bu düsturdan. Yəni üçbucaqda AB sinus alfa bölü 2'dir. Burada deyil elə. Sonra paralleqramda tərəf və bu tərəfə çəkilmiş hündürlüyə görə sahə düsturu var. Tərəf və bu tərəfə çəkilmiş hündürlük. Biz bilir ki, paralleqramda tərəflər müxtəlifdir. A, B. Yəni böyük tərəf, kiçik tərəf. Burada böyük tərəfə çəkilən hündürlük kiçikdir, kiçik tərəfə çəkilən hündürlük böyükdür. HB yazıram və A tərəfinə çəkiləndə HA yazıram. A. S bərabərdir. A vurulsun HA. S bərabərdir. B vurulsun HB. Və biz buradan sahələr bərabərdirsə, belə bir düstur çıxır. A vurulsun HA bərabərdir. B vurulsun HB düsturundan da istifadə edəcəyik. Sonra paralleqramda var, diaqonala çəkilən hündürlüyə görə sahə var. Tutaq ki, diaqonaldır və bu diaqonala hündürlük çəkilib. D diaqonal və H qoyaq. D1 qoyaq, çünki paralleqramda diaqonallar müxtəlifdir. S bərabərdir. H vurulsun D1. Eyni şeyi kiçik diaqonala çəkilməsinə də tətbiq edə bilərik. Bax, kiçik diaqonaldır və iti bucaq təpəsinə hündürlük çəkilib. D2 qoyuram və H qoyuram. Onda S bərabərdir. Yaza bilərik ki, H vurulsun D2. Buna H1, buna da H2 yazaq. Və eyni şeyi də bura tətbiq edə bilərik ki, H1 D1 bərabərdir H2 vur D2. Çünki sahələr bərabərdir axı. Sonra paralleqramda 3-cü dedik. İndi 4-cü, 5-ci yazaq. 4-cü və 5-ci bura yaza bilərik biz. Paralleqramda iki tərəf və onlar arasında qalan bucağa görə var. İki tərəf və onlar arasında qalan bucağa görə var. Deməli, daha doğrusu iki tərəf deməyim, diaqonallar kəsişir və arasında qalan iti bucağa görə var. Yaza bilərik, S bərabərdir. Bu zaman tərəfi A, B qəbul etsək, tərəflərin kvadratları fərqi, təbii ki, böyük tərəfin, yəni B kvadratı minus A kvadratı bölünsün 2, vurulsun tangens fi, yəni ikisinin arasında qalan iti bucağın düsturu var. Sonra paralleqramda belə bir sahə düsturu da var ki, əgər
hər hansı oturacaq, daha doğrusu qarşı tərəfin hər hansı düz xəttindən, hər hansı nöqtəsində kəsişirsə. A, B, C, D, Y. Y burada hər hansı bir nöqtədir. Yəni B xəttini kəsən. Onda bura S1 olar. Bura ümumi üçbucaq, yəni S1, buranı S2, buranı S3 qəbul etsək, S1 bərabərdir digər üçbucaqlarının sahələr cəmini. Yəni S2 üstəgəl S3-ə bərabər olar. Və S1 həm də bərabərdir ki, ümumi üçbucaq, ümumi paralleloqramı, yəni SA, B, C, D-nin yarısına bərabərdir. Ümumi paralleloqramın yarısına bərabərdir. Eyni zamanda həmin bu şəklə aid, daha doğrusu bu şəkli belə də çəkə bilərik. Baxın, bu qarşı tərəfə də olarsa həmin düz xətt, yəni kiçik tərəfdə də hər hansı nöqtəsindən kəsişərsə, A, B, C, D, bura bir F qoyum. Eyni zamanda, baxın, bura S1-dir, bura S2 və bura S3. Yəni, eyni şeyi, eyni qaydanı burada tətbiq eləyə bilərik. S1 bərabərdir, S2 üstəgəl S3. Yəni, bu böyük üçbucağın sahəsi digər üçbucağın sahələri cəminə bərabər olacaq. Sonra 5-ci düsturumuzu dedik. Keçək 6-cı düsturumuz. 6-cı düsturumuz isə bizim paralleloqram çəkək, bir dənə, biraz böyük çəkək, çünki bu qarışıq olmasın. Paralleloqramın tərəflərinin ortalarının birləşməsindən əmələ gələn sahə. Baxın, bu düz xətt, yəni iti bucağın təpəsindən çıxan hər hansı düz xəttlər tərəflərin ortalarını kəsirsə, yəni orta nöqtələri olarsa və bu orta nöqtələrin birləşməsinə əmələ gələn üçbucağın sahəsi. A, B, C, D qoyuram. Bura Y qoyuram, burada bir F qoyuram. Və həmin üçbucağın sahəsi, bunu bir rəngli eləyək biz. Baxın, bu üçbucağın sahəsindən gedir söhbət. Bunun sahəsi və bu sahələri biz qəbul eləyək, bir müxtəlif qırmızı ilə yazaq. Bura S2 yazaq, bura S1 yazaq və S3, S1, S2, S3, S... bu S2'lər, buranın sahəsi ilə buranın sahəsi eyni olacaq və digərləri isə farklı olacaq. Onda S3'ün sahəsi, yəni yazıram S3, yəni S, Y, F, C-nin sahəsi bərabərdir. Ümumi paralleloqramın sahəsinin 8'də 1 hissəsidir. 8'də 1, S, A, B, C, D, ümumi paralleloqramın sahəsi. Sonra burada var. S1 bərabərdir, yəni S, A, Y, F bərabərdir. Ümumi paralleloqramın 8'də 3 hissəsidir. 8'də 3 vurulsun. S, A, B, C, D-yə bərabərdir. Və S2 qaldı. S2, yəni S, A, B, Y bərabərdir. S, A, Y, D-yə. O da bərabərdir. Ümumi paralleloqramın 4'də 1 hissəsinin sahəsinin. S, A, B, C, D. Ümumi paralleloqramın 4'də 1 hissəsinə bərabərdir. Baxın, bir dənə şəkildə görün neçə dənə düstur. Birinci, ikinci sahə düsturu və üçüncü sahə düsturunu belə qeyd edək. Sonra paralleloqramda, bu neçənci idi? Bir dənə baxaq görək. 6-cı, indi 7-cini yazmalıyıq. 7-ci düsturumuz. Yenə də bunun şəklini çəksək, paralleloqramdan tutaq ki, bizə paralleloqram verilib və bir dəqiqə, A, B, C, D olarsa, onda mən bu diagonal çəkilib, kiçik diagonal və buradan bir hər hansı düz xətt çəkilib. Bura olacaq 2S. Bu hissə olacaq 4S, bu hissə olacaq 5S. Yəni və buraya isə S olacaq. Qarşı. İndi bizdən sahəni tapmaq üçün ümumi sahə neçə yerə bölündü? 12 olacaq da, düzdürmü? 7 üstünə 5 gəlsək 12. Deməli, onda yaza bilərəm bu sahə, bura bir Y qoyaq, bura bir K qoyaq. Onda S, yəni 3 bucaq S, B, K, Y, baxın bu hissə sahəsi, rəngli hissə, bərabərdir. Ümumi paralleloqramın sahəsi A, B, C, D bölünsün 12. Çünki 12 dənə S var. S, 2S, 3S, üstə gəl 4S, 7 və üstünə gəl 5 olacaq 12 S-in sahə düsturuna. Sonra 8-ci düstur isə burada. 8-ci düstur. Burada da şəkli çəksək, ümumi paralleloqramda yan tərəflərin ortalarından keçərsə düz xətt, bax iti bucaq təpəsindən çıxan düz xətt, iti və kör bucağın yan tərəflərinin ortasında olarsa, Y, A, B, C, D. Y orta nöqtədir. Baxın, görürsünüz, 2 bərabər hissəyə bu. Onda bu sahə ilə, bu sağ tərəfi sahə bərabərdir və burada olacaq 2S. 2 dənə sahənin cəminə bərabər. Eyni zamanda bunu
kiçik yan tərəfə də tətbiq etsək eyni şey olacaq. Deməli, böyük kör bucağın təpəsindən və iti bucağın təpəsindən çıxan düz xətt yan tərəfin ortasında kəsişərsə, yenə bura S olur və sahələr bərabər olur. Bu sahə isə iki sahənin cəminə bərabər olacaq. Baxın, boyun eynisi bax burada yuxarıda var idi. Bu 5-ci xassəyə baxın, 5-ci xassədə. 5-ci xassədə bu sahələr fərqli idi. Ortadakı isə digərlərinin cəminə bərabər idi. Eyni zamanda bu ikinci şəkil olaraq. Amma burada isə yan tərəfdəki sahələr bərabərdir, ortadakı isə o sahələrin cəminə bərabər olacaq. İndi isə rombun sahə düsturlarına keçək. Deməli, rombda da paralleqramdakı kimidir. İki tərəf və onlar arasında qalan bucağa görə sadəcə rombda tərəflər bərabərdir deyə A olacaq. S bərabərdir A kvadratı sinus alfa olacaq. Sonra ikinci düsturumuz 2 və 3 yazaq bura. İkinci düsturumuz isə olacaq eyni. Tərəf və bu tərəfə çəkilmiş hündürlüyə görə yenə də rombda hündürlük bir dənədir. Çünki yəni tərəf eynidir də. S bərabərdir A vurulsun H düsturu var. Sonra diaqnallara görə sahə düsturu var. Rombun diaqnalları düz bucaq altına kəsişdiyinə görə elə diaqnalların hasilinin yarısı olacaq. D1, D2. Çünki sinus 90 dərəcədə 1 alır. S bərabərdir D1 vurulsun D2 bölünsün 2. Və diaqnala görə, diaqnala çəkilmiş hündürlüyə görə 3, 4, 5. Diaqnala çəkilmiş hündürlüyə görə sahə düsturu var. Onda yaza bilərik. Böyük diaqnala çəkilən hündürlüyə görə yazsaq bu H1 yazaq. H1 D1. S bərabərdir H1 vurulsun D1. Və eyni şeydə burada çəksəm, bu dəfə isə kiçik diaqnala görə çəksəm, yəni iti bucaq təpəsindən çəkilirsə, bu hündürlük H2 D2 yazaq burada. Onda S bərabərdir H2 vurulsun D2 düsturuna yaza bilərik. Bu da rombun sahə düsturu. Kvadratın sahəsinə keçək. 1, 2, 3 adlandıraq. Deməli, kvadratın sahə düsturları elə biz bilirik ki, S bərabərdir ən çox bildiyimiz A kvadratı, S bərabərdir A kvadratı, yəni tərəfin kvadratına bərabərdir. Sonra kvadratın sahə düsturu D kvadratı bölü 2, diaqnalları bərabərdir və düz bucaq altında kəsişdiyinə görə S bərabər D yazaq bura. S bərabərdir D kvadratı bölünsün 2 düsturu var. Sonra kvadratın diaqnalına çəkilmiş hündürlüyə görə sahəsi var. Diaqnallar bərabərdir yenə burada. H, burada D yazaq. S bərabərdir H, D düsturu var. Sonra daxilə çəkilmiş çevrəsinin radiusuna görə düsturu var kvadratda. Daxilinə çevrə çəkilibsə, əgər kvadratın daxilinə çevrə çəkilibsə və bu çevrənin radiusu R olarsa, onda S bərabərdir 4 radiusun kvadratı olacaq. Sonra bir də var, xaricə çəkilmiş çevrənin radiusuna görə var, xaricinə. Bu da biz bilirik ki, kvadratın xaricə çəkilmiş çevrəsinin radiusu diaqnalın yarısına bərabərdir də. Bu böyük R, S bərabərdir onda 2 böyük radiusun kvadratına bərabər olacaq. Sonra kvadratda belə bir ən son düsturumuz var. Əgər kvadratın diaqnalları təpədən çıxan düz xəttlər qarşı tərəflərin orta nöqtələrin olarsa, buranın orta nöqtəsi olsa və bu da buranın orta nöqtəsi olarsa, ona bu dördbucaqlının sahəsini tapmaq üçün A, B, C, D adlandıraq. Bura bir M qoyun, bura bir Y qoyaq. Onda bu dördbucaqlının sahəsini tapmaq üçün S, Y, burada bir K qoyaq ki, dördbucaqlını adlandıra bilək də. Y, K, M, D bərabərdir. Ümumi kvadratın sahəsi, yəni S, A, B, C, D bölünsün 6. Ümumi kvadratın sahəsinin 6 hissəyə nisbət, yəni bölünməsinə bərabərdir. Biz bunları adlandıraq 3-cü, 4-cü, 5-ci və ən son bu 6-cı. Kvadrata aid 6 dənə sahə düsturu var. Düzbucaqlının sahəsi isə əsas 4 dənə sahə düsturu var. Onları da mən sizə deyim. Deməli, ilk öncə bilirik ki, tərəfləri və onların hasili en uzun. Yəni S bərabərdir A vurulsun B olacaq. Sonra eyni şey düzbucaqlıya da aiddir. Diaqnal və diaqnala çəkilmiş hündürlüyə görə. Burada da diaqnallar bərabərdir deyə sadəcə S bərabərdir H vurulsun D düsturundan istifadə edəcəyik. Sonra üçüncü halda isə diaqnallar arasında qalan bucağa görə olacaq.
Sonra üçüncü qayda isə diaqnallar arasında qalan bucağa görə olacaq. Biz də yenə bilirik ki, bucaqları müəyyən, daha doğrusu diaqnalları müəyyən bucaq altına kəsişir. S bərabərdir D kvadratı sinus alfa bölünsün 2 düsturundan istifadə edəcəyik. Və biz bilirik ki, düzbucaqlıda, kvadratda, rombda, paralelogramda diaqnallar onu 4 dənə bərabər sahəli üçbucağa ayırır. Onda S, A, B, C, D bərabərdir 4 dənə S olacaq. Bunu da adlandıraq A, B, C, D. Və biz bunları da bir nömrələyək. Sonra keçək digər 1, 2, 3 və 4-cü. Dairənin sahəsinə keçək. Dairənin sahəsinə də bir neçə sahə düsturu var aid. Onları mən sizə qeyd edeyim. İlk öncə bilirik ki, dairənin sahəsi pi r kvadratıdır. Bu radius olsun, böyük radius. Bu mərkəz olsun, o nöqtəsi və bunu belə uzatsaq bu da radius olacaq təbii ki. S bərabərdir pi radiusun kvadratı, yəni pi r kvadratı və ya r-in yerinə biz bilirik ki, radius bərabər nəyə? Diametrin yarısına bərabərdir. Və biz bunu kvadrata yüksəltsək, onda olacaq pi d kvadratı bölünsün 4. Baxın, sahə düsturlarının belə ikisi hər iki halda. Bir də var, konsentrik çevrələrdə sahə düsturu var. Halqanın qalınlığının düsturu deyirlər buna. Halqa qalınlığını. Baxın, bu hissə, halqa qalınlığı, baxın bu hissədir. Bunun düsturunu tapmaq üçün biz nə edirik? Onda böyük çevrənin radiusunu mən böyük R qəbul edirəm. Kiçik çevrənin radiusunu isə kiçik R yazıram. Kiçik R yazıram. Onda biz sahəni tapmaq üçün S halqanı, halqa yazaq. Halqa bərabərdir. Böyük çevrənin sahəsindən, yəni böyük R kvadratı çıxılsın. Kiçik çevrənin sahəsini, yəni R kvadratı pi-də mötərizə xaricində. Yəni böyük R kvadrat çıx, kiçik R kvadratı vurulsun, pi düsturundan istifadə edirik. Və üçüncü düsturumuz isə şəklə görədir yenə bu. Üçüncü düsturumuz şəklimizi çəkək. Əgər yenə konsentrik çevrələrdirsə, bu konsentrik çevrələrdə buradan keçən bir A düz xətti. Baxın, buradan keçən bir A düz xətti. Böyük çevrənin toxunanıdır. Baxın, üzr istəyirəm. Böyük çevrənin vətəridir. Kiçik çevrənin toxunanıdır. O zaman yenə bu halqanın sahəsini tapmaq üçün S halqa bərabərdir. Rəngi yenə qarışdırdım. S halqa bərabərdir. Yazaram ki, həmin AB-nin kvadratı vurulsun pi bölünsün 4 düsturundan istifadə edəcəyik. Yəni şəklə. İndi dairə sektorunun sahəsi necədir? Sektor ümumiyyətlə nədir? İki radiusun çevrədən ayırdığı hissə deməkdir. Belə deyək də, tort dilimi kimi nəzərdə tuta bilərsiniz bunu. Mərkəzi odursa, radiusu R və bu R-dirsə, baxın, bu hissə sektor adlanır. Baxın, bu hissə sektor adlanır. Sektor. Dairə sektorunun sahəsini tapmaq üçün S sektor bərabərdir. Pi radiusun kvadratı vurulsun alfa mərkəzi bucaqdır, bölünsün 360 dərəcə. Əgər burada alfa radianla verilərsə, onda S bərabərdir 2-də 1, yenə radiusun kvadratı vurulsun alfa. Yazıram, alfa radiandır. Radian olarsa. Alfanı da mən burada qeyd edeyim. Baxın, bu alfadır. Bir dənə alfa. Göylə qəbul edeyim, alfa bucağı. Yəni mərkəzi bucaq ya da qövsün bucaq olacaq. Qövsə söykənən bucaq olacaq. İndi isə gəlin segment nədir ona baxaq. Segment isə müəyyən bir hissədir. Yəni sektordan ayrılır. Belə deyək də, sektor olur. Bax, segment isə buradır. Çevrə ilə vətər çevrədən ayırdığı hissədir segment. Vətərin, baxın, bu vətərdir. Çevrədən ayırdığı hissə bu segment adlanır. Və yenə çevrənin mərkəzi odur, radiusu R-dir və bu hissə. Onda segmenti tapmaq üçün isə sektorun sahəsindən bu üçbucağın sahəsini çıxacağım və bura bir alfa bucağı qoyaq. Onda yaza bilərəm ki, mən S segment bərabərdir. Sektorun sahəsi nə idi? Pi, radiusun kvadratı alfa böl 360 dərəcə. Çıxılsın həmin bu üçbucağın sahəsi, yəni iki tərəf onlar arasında qalan bucağın sinusuna görə. İki tərəf radius kvadratı, radiusun kvadratı vurulsun sinus alfa
bölünsün 2. Mən buradan 2də 1 radius kvadratı mötərizə xaricinə çıxarda bilərəm də. 2də 1 ya da 2 radius kvadratı, 2də radius kvadratı mötərizənin içində olacaq. Pi alfa bölü 180 çıxılsın sinus alfa olacaq. Baxın, bu da bizim segmentimizin sahəsi. Və düzgün çoxbucaqlıların sahəsi bir neçə dənə olacaq? 4 dənə daha doğrusu. 1, 2, 3 və 4 deyək. Bunu yazaq, ardıcıl yazaq bura. Birinci, S bərabərdir. Tərəf sayı n, yəni vurulsun tərəfin uzunluğu və vurulsun daxilə çəkilmiş çevirənin radiusu r bölünsün 2. Sonra S bərabərdir. Tərəf sayı n vurulsun daxilə çəkilmiş çevirənin radiusunun kvadratı vurulsun tangens 180 bölünsün n. Sonra indi isə xarici çəkilmiş çevirənin radiusuna görə S bərabərdir. N vurulsun böyük radiusun kvadratı vur sinus 360 bölü n. 360 bölünsün n. Və o da bölünsün 2. Və ən sonda S bərabərdir. Tərəf, yəni n vurulsun. Tərəfin kvadratı a vurulsun kotangens 180 bölünsün n bölünsün 4 düsturuna görə. Bu düzgün çoxbucaqlıların sahəsi. Düzgün altıbucaqlının isə 3 dənə sahə düsturu var. Bunlar hansılardır? Tərəfə görə, daxilə çəkilmiş çevirənin radiusuna görə və xarici çəkilmiş çevirənin radiusuna görə. Tərəfə görə S bərabərdir. 3 kök altında 3 a kvadratı bölünsün 2 olacaq. A kvadratı bölünsün 2. Sonra xarici çəkilmiş çevirənin radiusuna görə S bərabərdir. 3 kök altında 3 böyük radiusun kvadratı, radiusun kvadratı kök altında 3 kök altında radius kvadratı bölünsün 2 olacaq burada. Sonra bir də daxilə çəkilmiş çevirənin radiusuna görə S bərabərdir. 2 kök altında 3 kiçik r-in kvadratı olacaq. Bu qədər dəyərli şagirdlər, mən sizə bütün sahə düsturlarını yazdım. Kanalıma abunə olmağı, rəy yazmağı, paylaşmağı, dəstək olmağı unutmayın. Görüşərik. Təşəkkür.